Müştəriden çəkinmədən onunla həmkar kimi görüşmək və danışmaq. Satış menecerlərinin ən böyük problemlərindən biri hansısa məhsulu və ya xidməti müştərilərə çəkinə-çəkinə inamsız şəkildə təklif etməsidir. Əslində satışa yeni başlayanda bunu yaşamayan satıcı yoxdur. Buradakı əsas problem satış menecerinin bu düşüncədən qurtula bilməməsi, bunu vərdişə çevirməsidir. Əgər bu yanlış düşüncə tərzi vaxtında aradan qaldırılmasa, satış menecerinin sonraki fəaliyyətində ciddi problemlər ortaya çıxacaq və o uğursuz bir satış adamı kimi formalaşacaq. Burada ən vacib nüanslardan biri müştəri psixologiyasıdır. Satış meneceri məhsulunu və ya xidmətini təklif edəndə müştəri onun çəkindiyini, qorxduğunu hiss etməməlidir. Hiss etsə satış menecerinin istəkləri, hədəfləri yox, müştərinin şərtləri öndə olacaq. Müştəri bu durumdan maksimum istifadə etməyə çalışacaq. Yəni sizdən məhsulunuzu minimum qiymətə almaq istəyəcək. Satış menecerləri müştəri görüşlərində belə vəziyyətə düşməmək üçün bu nüanslara diqqət yetirilməlidirlər. Müştəridən qorxmamaq, bədən dilində özünə inam. Satış meneceri müştərinin qarşısında onun işçisi kimi yox, həmkarı və ya biznes partneri kimi durmalı və bunu ona hiss etdirməlidir. Bu zaman özünə inamlı, lakin egosuz biri kimi aparmaq çox önəmlidir. Müştəriyə qazandırmaq istədiyini ona izah və hiss etdirmək. Biz müştəriyə qazandıran tərəf müqabili olduğumuz hiss etdirməliyik. Bunu heç vaxt yaddan çıxarmayın ki, satış prosesində təkcə biz yox, həm də müştəri qazanır. Bu proses hər iki tərəfin marağına xidmət edir. Biz düşüncəyə fokuslanmalı, müştəri üçün önəmli olduğumuzu unutmamalıyıq. Müştəriyə onun istək və ehtiyaclarının qarşılanmasının bizim əsas vəzifəmiz olduğunu hiss etdirmək. Satış meneceri müştəri üçün ancaq məhsul tədarükçüsü deyil, satış adamı həm də müştərinin məlumat mənbəyidir. Ona işlərini inkişaf etdirməkdə dəstək olan bir məsləhətçidir. Müştərilərin daima satış menecerlərinin fikir və təkliflərinə ehtiyacı var. Rəqiblərin fəaliyyətləri haqqında ən dəqiq məlumatlar həmişə satış adamlarında olur. Biz bu yöndə də müştərilərə daim dəstək ola biləcəyimizi hiss etdirməli və vacib tərəfdaş olduğumuzu göstərməliyik. Qazan-qazan prinsipinə uyğun olaraq müştərinin daha öndə olduğunu bildirmək. Əvvəl müştəri, sonra biz. Satış prosesi biznesin bir hissəsi və ya özüdür. Bütün bizneslərdə hər kəs qazanclı çıxmağa, dövriyyəsini artırmağa və işini böyütməyə çalışır. Biznes və ya satış adamları heç vaxt unutmamalıdır ki, müştərilərinə nəsə qazandırmadan işlərini böyüdə bilməzlər. Əvvəl müştəri qazanmalıdır ki, sonra siz qazana biləsiniz. Bu düşüncənizi müştərilərinizə daim səmimi şəkildə bildirməli və hiss etdirməlisiniz. Satış zamanı müştəri məmnunluğunu təmin etməyə çalışmaq hər bir satış adamının ən böyük hədəfi müştəri məmnuniyyətinin qazanılması olmalıdır. Müştəri məmnuniyyəti satışın davamlılığıdır. Reklam və marketinq xərclərinə qənaət etmək deməkdir. Bunun əksi olan müştəri narazılığı isə ən böyük antireklamdır. Satış prosesinin sonunda müştəri məmnuniyyəti təmin olunmursa, deməli sizin satışınız uğurlu olmayıb. Çünki bu çox vaxt müştərinin itirilməsi ilə nəticələnir və onun yenidən qazanılmasının nə qədər çətin və bahalı proses olduğu hər bir satış adamına məlumdur. Müştəriyə inam hissi aşılamaq. Satış adətən inam hissi yarandıqdan sonra baş tutur. Satış ünsiyyətinin uğurlu nəticələnməsində ən önəmli nüanslardan biri ünsiyyət zamanı müştəriyə inam hissinin ötürülməsidir. Çünki müştərilər daim satıcılar tərəfindən aldadılacağını düşünür və onların təqdimatına tam güvənmirlər. Satış adamının müştərisinin etibarını qazanması adi bir proses deyil. Bəzən bu bir gündə, bir görüşdə, bəzən də illərin əməkdaşlığı nəticəsində yaranır. Müştəri ilə satış meneceri arasında inam mühitinin yaranması çətin prosesdir. Bunu daim qoruyub saxlamaq daha da çətindir. İllər ərzində qazanılmış etibarı bir dəqiqədə itirmək mümkündür. Ona görə də satış menecerləri müştərilərə qarşı diqqətli və həssas olmalıdırlar. Müştəridə inam yaratmaq və o inamı möhkəmləndirmək üçün bu nüanslar çox əhəmiyyətlidir. Empatiya qurmaq və müştərinin ehtiyaclarını anlamaq. Peşəkar satış adamı müştərinin ehtiyacını
təsbit edərək onu ödəyən və müştəri məmnuniyyətinin əldə olunmasını təmin edən şəxsdir. Müştəri ehtiyacının öyrənilməsində ən önəmli faktorlardan biri empatiya qurmaq bacarığıdır. Bunun üçün satış menecerləri müştəriyə elə müştərinin gözü ilə baxmağa çalışmalıdırlar. Sağlam müştəri satıcı münasibətini yalnız müştərinin istək və ehtiyaclarını, problemlərini öyrənərək, anlayaraq qurmaq mümkündür. Müştərilərə və onların işçilərinə hörmətlə yanaşmaq. Ünsiyyətin effektiv və düzgün formalaşmasında müştərilərə verilən dəyər və hörmət başlıca faktorlardan biridir. Satış menecerləri bunu süni formada yox, səmimi və emosional şəkildə müştərilərə hiss etdirməlidirlər. Ümumiyyətlə, insan ona dəyər verilən yerdə özünü daha məmnun edir. Ona dəyər verənləri isə özünə yaxın bilir. Bu psixoloji faktor satıcı-müştəri münasibətlərində də eyni şəkildə özünü göstərməkdədir. Satış menecerləri bunu nəzərə alaraq satıcı-müştəri münasibətinin müsbət və davamlı şəkildə inkişaf etməsini təmin edə bilərlər. Bu münasibət nəinki müştərilərə, hətta onların işçilərinə də göstərilməlidir. Satış meneceri hansısa satış komandasının bir parçasıdır və onu təmsil edir. Müştərilərin işçiləri də onları təmsil etməkdədirlər. İnsanlara ancaq vəzifələrinə və maddi vəziyyətlərinə görə əhəmiyyət verilməməlidir. Bugünün sadə bir işçisi sabah qarşınıza potensial bir müştəriniz kimi də çıxa bilər. Dürüst şəkildə və iş ciddiyyəti çərçivəsində xoş ünsiyyət yaratmaq, heç vaxt yalan danışmamaq. Cəlaləddin Ruminin belə bir fikri var. Dürüstlük bahalı bir mülkdür. Ucuz insanlarda olmaz. Müştəriyə dürüst yanaşma satış ünsiyyətinin ruhunu və satış adamının xarakterini müəyyən edir. Dürüstlük bütün münasibətlərin başlanğıcı və davamlılığıdır. Satış menecerləri müştəri ünsiyyətinin formalaşdırılmasında buna xüsusi diqqət göstərməlidirlər. Satış münasibətlərində satış adamının yalan danışması yola verilməzdir. Kiçik yalanlar danışaraq uğur qazanmağa çalışan satış meneceri düşünməlidir ki, bu çox böyük, həmçinin səmərəsiz riskdir. Satışların davamlılığı və satıcı-müştəri münasibəti əvvəl-axır zədələnəcək. Həmçinin satıcı-müştəri münasibətində iş ciddiyyətinə əməl olunmalıdır. Nə müştəri satıcının dostudur, nə də satıcı müştərinin. Onların bir yerdə olmalarının səbəbi iş və biznes fəaliyyətləridir. Bu münasibət nə soyuq, nə də həddindən artıq səmimi olmalıdır. Soyuq münasibətdə ifrat səmimiyyət və sifarişlər alınanda satıcılar üçün problem yaradır. Aradakı səmimiyyətdən istifadə etməklə müştərilər satış menecerinin vacib istəklərinə dırnaqarası yanaşırlar və bu satıcıların ümumi fəaliyyətinə mənfi təsir göstərmiş olur. Bu münasibətlər normal səviyyədə olmalıdır ki, müştərilər və satış menecerləri heç bir problem yaşamasınlar. Rəqib şirkətlərin işçiləri ilə kobud şəkildə mübahisə etməmək və rəqib şirkətlərin məhsullarını təqdim etməmək. Məhsulları normal şəkildə müqayisə etmək və satdığınız məhsulların üstün cəhətlərini söyləmək buna aid deyil. Müştərilər daim rəqib satış menecerlərinin rəqabətindən yararlanmağa çalışaraq daha ucuz və endirimli məhsullar almağa çalışsalar da, bir satıcının rəqib şirkət və onun satıcısı haqqında mənfi sözlər deməsini xoşlamırlar. Bu, ümumiyyətlə ünsiyyət etikasına da uyğun gəlmir. Satdığınız məhsul və ya xidmətin üstünlüklərini, faydalarını, keyfiyyətini daim təbliğ etməlisiniz. Hətta öz məhsulunuzu rəqib şirkətlərin məhsulları ilə müqayisə etməklə onun müsbət mənada fərqlərini müştərilərə bildirməlisiniz. Lakin heç zaman müştərilərinizin və ya rəqib şirkətin işçilərinin yanında onları, yəni rəqiblərinizi və onların satdıqları məhsulları tənqid etməklə mübahisə yaratmağa çalışmamalısınız. Market, kafe və restoranlarda tez-tez qarşılaşdığımız hadisələrdən biri də satıcının və ya ofisantın müştəridən narazı qalıb digər müştərinin yanında onun dalınca qeyri-etik sözlər deməsidir. Bu davranış müştərilərdə həmin işçiyə qarşı ikrah hissi yaradır. Çox vaxt belə xoşa gəlməz hallar müştərinin bir dəfəlik itirilməsinə səbəb olur. Bu nümunə bir balaca fərqli olsa da mahiyyət eynidir. Bədən dilindən düzgün istifadə, bədən dili hisslərimizin ifadəsidir. Ünsiyyətin uğurla alınmasında satış menecerlərinə lazım olan bacarıqlardan biri də bədən dilindən düzgün istifadə edə bilmək bacarığıdır. Menecerin danışıq tərzi ilə onun bədən dili bir-birini tamamlamalıdır. Əks təqdirdə ünsiyyət həm soyuq, həm də qeyri-səmimi alınacaq. Bu da birbaşa müştəri-satıcı münasibətində inam hissinin formalaşmasına mənfi təsir göstərə bilər. Satış meneceri müştəri ilə effektiv satış ünsiyyətini formalaşdırmaq üçün ilk növbədə onun qarşısında düz, səmimi və ən əsası əməkdaş şəklində görünməlidir. Bəzən sifariş ala bilməmək qorxusundan satış menecerləri müştərilərin qarşısında
özlərini çəkingən və inamsız aparırlar. Bu da birbaşa satış ünsiyyətinin və prosesinin satış menecerinin əleyhinə formalaşmasına gətirib çıxarır. Bu zaman satış meneceri müştəri qarşısında onun işçisi kimi yox, əməkdaş və qarşılıqlı biznes tərəfdaşı kimi durmalıdır. Danışarkən müştərinin gözlərinin içinə baxmaq, lazımi yerlərdə baş və əl hərəkətlərindən düzgün istifadə etmək, müştərini dinləyərkən çox vaxt təsdiq şəklində baş hərəkətindən yararlanmaq, jestlər, mimikalar və səs tonumuz bədən dilimizi təşkil edir. Ən əsası, ünsiyyət zamanı bədən dilimizdən süni şəkildə istifadə etməməliyik. Burada söhbət duyğu və instinktlərimizin tələbinə uyğun olan təbii reflekslərdən gedir. Əslində bu proses hər bir insanın təhtəşüurunda mövcuddur. Satış adamı bundan özünü sıxmadan, bədəninə sərbəstlik verməklə mühitə uyğun şəkildə istifadə etməlidir. Zaten insan normal şəraitdə qeyri-ixtiyari olaraq bədən dili ilə paralel danışır. Ona görə də müştərilərlə ünsiyyət zamanı satış meneceri çox zaman bədən dilini təbii və səmimi şəkildə ifadə etməlidir. Bütün insanlar kimi müştərilər də saxta və süni görünüşlü insanlardan uzaq olmağa çalışırlar. Bu birbaşa uğurlu ünsiyyət və satış prosesinə mənfi təsir göstərən amillərdən biridir. Ünsiyyət zamanı səmimi və pozitiv mühitin yaradılması, uğurlu satış ünsiyyətinin baş tutmasında ən önəmli məqamlardan biri bu zaman səmimi və pozitiv mühitin yaradılmasıdır. Burada nəzərdə tutulan səmimiyyətin müəyyən sərhədlər çərçivəsində olması əsla unudulmamalıdır. Səmimi yanaşma satış menecerinin müştəri qarşısında saxta və soyuq görüntü verməməsi üçün çox önəmlidir. Müştəri görüşlərində pozitiv mühitin yaradılması üçün ən başda doğru və uyğun zamanın seçilməsi gəlir. Müştərinin problem və ya ciddi bir sıxıntı yaşadığı anlarında onu ünsiyyətə çəkməyə çalışmaq negativ nəticələrə səbəb ola bilər. Əgər belə bir hadisə ilə qarşılaşsanız, müştəriyə həmin anda yox, daha sonra yaxınlaşaraq satış ünsiyyəti qurmağa çalışmalısınız. Çünki bizim üçün ən önəmli şey müştəri görüşlərində müsbət nəticənin əldə olunmasıdır. Əlavə olaraq pozitiv mühitin yaradılmasından ötürü müştəri ilə görüşdən qabaq onun haqqında müəyyən qədər məlumatlı olmaq lazımdır. Müştərinin maliyyə vəziyyəti necədir? Ödənişləri vaxtında edirmi? Rəqib şirkətlərlə münasibəti nə yerdədir? Böyümə perspektivi haqqında fikirləri nədir? Önəm verdiyi dəyərlər hansılardır? Şirkətiniz haqqında nə düşünür? Bu suallara cavab tapmaq lazımdır. Təsəvvür edin ki, görüşəcəyiniz müştəri hansısa futbol klubunun fanatıdır. Görüşdən bir gün qabaq onun azarkeşlik etdiyi komanda məğlub olub və ya qələbə qazanıb. Bu durum adamın ruhi vəziyyətində ciddi iz buraxıb. Onunla görüşən satış meneceri buna heç bir əhəmiyyət vermədən satış ünsiyyətinə keçsə, müştəridə satıcı haqqında mənfi fikir formalaşa bilər. Buna görə xüsusən də potensiallı və özəl müştərilərinizi yaxşı tanımalısınız. Bəzən müştəri görüşlərində gülümsər bir sifət saatlarla davam edən ciddi məhsul təqdimatlarından daha effektiv olur. Müştəri görüşlərində satış menecerlərinin gülərüz və pozitiv olması satış ünsiyyətinin uğurlu alınması üçün önəmli faktorlardan biridir. Heç bir müştəri qaraqabaq və negativ satıcılarla ünsiyyət qurmağa çalışmaz. Satış işi yetərincə stresli və gərgin olduğundan bu mühitin yumuşaldılması və pozitiv müstəviyə keçirilməsi satış menecerlərinin əsas vəzifələrindən biridir. Müştərinin sadəcə gözəl və bir münasibət və xoş ünsiyyət xatirinə çox da ehtiyac duymadığı məhsulları sifariş etdiyinin dəfələrlə şahidi olmuşam. Motivasiya satış stresinə qarşı satış adamlarının ən böyük silahıdır. Müştərilərlə uğurlu satış ünsiyyətinin qurulmasında motivasiya çox önəmlidir. Peşəkar satış meneceri özünü, komandasını və müştərisini həvəsləndirməyə bacarmalıdır. Ona görə də satıcılar bu istiqamətə daim özlərini inkişaf etdirməli, bu xüsusiyyəti vərdişə çevirməlidirlər. Motivasiya satış stresinə qarşı satış adamlarının ən böyük silahıdır. Bunun üçün satış meneceri qarşılaşdığı çətin vəziyyətlərə qarşı özünü həvəsləndirməklə problemlərin aradan qaldırılmasına səy göstərməlidir. Müştəri görüşlərdə satış ünsiyyətinin motivasiya yönündə formalaşdırılması da çox zaman uğurlu satış prosesi ilə nəticələnir. Müştərinin istək və şikayətlərinə vaxtında cavab vermək. Satıcı-müştəri münasibətinin davamlılığı və inam mühitinin yaranması üçün satış adamlarının müştərilərin istək və şikayətlərinə vaxtında cavab verməsi lazımdır. Bu həm də müştərilərə verilən dəyərin göstəricisidir. Satış menecerinin müştərinin istək və arzularına necə yanaşması satış münasibətlərində olduqca ciddi amillərdən biridir. Müştərilərin ən kiçik istək və ya şikayətinə belə hər zaman ciddi yanaşmalıdırlar.
Müştərinin hansısa istəyi və ya etirazı sizə əhəmiyyətsiz görünə bilər, lakin bəlkə də onun özü üçün olduqca əhəmiyyətlidir və həmin istəyi ya da etiraza ciddi yanaşmayaraq müştərini birdəfəlik itirmək mümkündür. Satış adamları müştərilərin hansısa istək və ya şikayəti ilə qarşılaşarkən onları diqqətlə dinləməli, qeydlər götürməli, ən əsası isə işi axıra kimi təqib etməlidirlər. Ümumiyyətlə, problem, hadisə və müraciətlərə qarşı iki cür yanaşma mövcuddur. Proaktiv və reaktiv yanaşma. Proaktiv yanaşma hadisələrə və problemlərə həlledici və yaradıcı şəkildə yanaşmaqdır. Bu, satış meneceri və müştəri arasındakı uğurlu satış ünsiyyətinin qurulmasında olduqca önəmli üsullardan biridir. Satış adamları hər zaman proaktiv düşüncədə olmalı və proaktiv dildə danışmalıdırlar. Proaktiv dil oldu, çalışıb həll edərək, mümkündür, maraqlanıb sizə bir söz deyərəm və s. Reaktiv dil isə mümkün deyil, olmaz, heç cür alınmır, köməklik göstərə bilmərik və s. Satış ünsiyyətində satış adamları reaktiv dildən tamamilə uzaq olmalıdırlar. Satış prosesinin qurulması və davamlı olması üçün satış menecerləri müştərilərin istək və müraciətlərinə müsbət yöndə həlledici şəkildə yanaşmalıdırlar. Müştərilərə öz davranışlarınızla anlatmalısınız ki, satış meneceri ancaq öz maraqlarını düşünən, müştərinin maraqlarına əhəmiyyət verməyən, yalnız bu gün üçün çalışan adi satıcı deyil. Əksinə, peşəkar satış meneceri daim müştərisinin yanında olub, ona dəstək olmağa çalışan, onun istək və müraciətlərinə həssas yanaşan, ona maksimum köməklik göstərən, müştərinin satış dövriyyəsi ilə öz satış dövriyyəsinin bir yerdə böyüyəcəyini düşünən, dərk edən bir əməkdaşdır. Verilən vədləri vaxtında yerinə yetirmək. Söz vermək bir mənadırsa, sözünü tutmaq min bir məna. Hər kəs söz verə bilər, amma şərəf ürəkli olanda. Mövlana Cəlaləddin Rumi demişdi. Heç vaxt yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin. Satıcı-müştəri münasibətinin korlanmasına ən çox səbəb olan faktorlardan biri məhz budur. Müştərinizə nəyisə vəd etməzdən qabaq düşünməlisiniz ki, mən bu vədi yerinə yetirə biləcəyəmmi? Əgər söz verib yerinə yetirə bilməyəcəksinizsə, bilin ki, müştəriniz sizi yalancı kimi tanıyacaq. Yalancılığı ilə isə müştərilər heç vaxt satıcılara bağışlamırlar. Müştərinin satıcıya olan inamı bir dəfə sarsıldısa, artıq heç vaxt ona güvənmir. Müdirlər və ya satış rəhbərləri də belə satıcılara etimad göstərmir. Onlarla çalışmaq istəmirlər. Satış ünsiyyətində sendviç üsulu. Uğurlu satış ünsiyyətinin yaranmasında istifadə edilən ən effektiv üsullardan biri sendviç üsuludur. Bu üsulda satış menecerləri dialoqun başlanğıcında müştərinin müsbət tərəflərini və fəaliyyətini təqdir etməklə onun üçün pozitiv mühit yaradırlar. Ortada isə müştəri fəaliyyətindəki çatışmazlıqların aradan qaldırılması, əməkdaşlığın inkişafı və satışların artırılması üçün yumşaq dildə təklif və məsləhətlər verilir. Sonda isə sendviçin üst hissəsi kimi yenidən müştəri təqdir edilir, ona xoş sözlər deyilir. Bu üsul sayəsində satış ünsiyyətinin uğurlu alındığının dəfələrlə şahidi olmuşam. Peşəkar satış menecerləri praktikada bu metoddan istifadə etməklə satış proseslərini uğurla sonlandıra bilirlər. Doğru və uğurlu ünsiyyətdən sonra müştəri və satıcı arasında inam formalaşır. Adətən satış prosesi bundan sonra baş tutur və bütün bunlar düzgün, ardıcıl və pozitiv şəkildə həyata keçirildikdən sonra hər bir satıcının və ya şirkətin əsas məqsədi olan müştəri məmnuniyyəti əldə olunur. Müştəri məmnuniyyəti şirkət və satıcıların gələcəyinə birbaşa təsir göstərən ən vacib faktorlardan biridir.